Çinlə Rusiya arasında ilk savaş nə vaxt olub? 1652-1689-cu ildə olub bu savaş. Çin Manzurlar tərəfindən işğal olunmuşdu 1644-cü ildə. Rusiya isə Sibirə doğru hücuma keçmişdi. Sibiri tutub yerli əhaliyə divan tuturdular. Burada isə Manzurlar Sibiri tutmaq istəyirdi və normalda yerli əhali Manzurlara qarşı mükəmməl dirəniş göstərirdi. Yəni Manzurlar kimdir? Çinin hakimləridir. Kazaklar kimdir? Rusiyanın ordusudur, Rusiyanın əsgərləridir bir növ. Yerli xalqa da divan tutdular ki, bu ruslar yerli əhali Çindən kömək istədi və nəticə etibarilə Manzur orduları gəldi və Rus ordusu ilə savaşdı. Baş verən savaşların əksəriyyətində də Çin ordusu qalib gəldi və sonunda rusların tikdiyi Albazin qalasını darmadağın elədilər. Çinin yerli xalq ruslara öz dinlərinə uyğun formada şeytan adlandırırdılar. Nəticədə Koreyadan da dəstək alan Çin qoşunları gəlib Rus ordusunu geri püskürtdü və daha sonra isə Nartinsk müqaviləsi imzalandı və Çin bu savaşdan qalib olaraq ayrıldı.